Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərlə dərs 2-nin izahını verəcəm. Dərs 2-də biz şifahi xalq ədəbiyyat nümunəsinin içərisində olan 2 nağılın və 2 əfsanə haqqında məlumat əldə edəcəksiniz. İlk olaraq ağıllı uşaq nağılından başlayaq. Birincisi onu qeyd edeyim ki, ağıllı uşaq nağılı məişət nağıllarına aiddir. Vahid süjet xətti var və buradakı obraz şər üzərində mübarizə aparır bir növ. Şər burada kimdir? Xanı təmsil eləyir. Xan çox əzazil və zalım bir şəxsdir. Amma xan haqqında informasiya keçməmişdən əvvəl əsərin necə başladığına bir diqqət yetirək. Əsər biri var idi, biri yox idi ilə başlayır və bu ümumi bir giriş cümləsidir. Nağıllar Pişirov adlandırılan bir giriş hissə ilə başlanılır. Düzdür, indi oxuduğum hissə Pişirov adlandırılmır. Pişirov tam belə bir şeydir. Qarışqa şillaq atdı, dəvənin budu batdı, hamam içində, xəlbir saman içində, dəvə dərləkli yeylər, köyən hamam içində. Bax, bu tipli şeylər Pişirov adlandırılır ki, mətnin məzmununa heç bir adiyyəti yoxdur. Oxucunun diqqətini çəkmək üçün istifadə olunan bir hal idi ki, onun adı da Pişirov adlandırılırdı. Ağıllı uşaq nağılı isə biri var idi, biri yox idi ilə olan standart girişlə başlanılır və hadisələr keçmiş zamanda baş verir, bir xandan təmsil olunur. İndi bizə xanın xarakteri haqqında qeyd olunubdur. Xan necə bir insandır? Xan hər dəfə bir bəhanə edib yan yörədəki kəndləri, şəhərləri talan edir, əhalinin var-yoxunu əldən alırdı və xan yaşadığı şəhərə bitişik bir kənd vardı. Oranı tutmaq çox çətin idi. Çünki kənddə dünya görmüş ağıllı qocalar xanın hilələrinə hər dəfə cavab verir, onu məğlub edirlər. Deməli, bu xan hilədən istifadə eləyirsə, təbii ki, bu xan hiləgər bir insandır. Yalana əl atmağa belə əl çəkməyəcək bir şəxsdir. Qonşu bitişik bir kənd var və həmin kəndi tutmaq xan üçün çətin idi. Səbəb oradakı dünya görmüş ağıllı qocalar idi. Təbii ki, bunu əldə etmək üçün nə etmək lazımdır? Həmin dünya görmüş qocaları oradan uzaqlaşdırmaq lazım idi. Və günlərin bir günü xan öz adamlarını başına yığıb həmin kəndi tutmaq üçün tədbir istəyir. Yəni xan özü könüllü şəkildə bu tədbiri istəyir. Kimsə gəlib belə xanın baş məsləhətçisi gəlib birbaşa demir ki, gəl gedək həmin kənddə qocalar var, onları hiylə yolu ilə tutaq. Xanın özünün tədbir istəməsi ilə xanın baş məsləhətçisi belə bir fikir irəli atır və bu da məşhur bir cümlədir. Deyir ki, həmin kənddə nə qədər ağıllı dünya görmüş adam varsa biz onu tuta bilmərik. Gəlin onu biz bəhanə yolu ilə tapaq. Xan da ki, həmin təklifi razılaşır. Həmin günü öz adamlarını yanına çağırtırıb tapşırıq verir ki, nə təhər olsun, o kəndin baş bilən adamlarını, qocalarını aldadıb bura gətirəsiniz. Və bu formada xanın hiləsi baş tutmaq yolunda gedir. Yaxşı, bəs xanın adamları gəlib nə deyirlər? Deyirlər ki, bizim xanımız bir məsələdən bərk çətinlik çəkir. O ümidini sizə bağlayıb kömək istəyir. Deyir ki, bircə günlüyünə, diqqət yetirin, gün sayı 1-dir, mənə məsləhət vermək üçün yanıma gəlsinlər. Bu hissədə biz xanın adamlarının həmin qocaları necə əldə etmək üçün tökdüyü hiləni biz görürük. Yəni, xanın baş məsləhətçisi yuxarıda demişdi ki, mənim bir bəhanəm var. Həmin bəhanəsi də nə imiş? Sanki xan bir çətin bir problemlə üzləşib, bir günlük ona bir məsləhət lazım imiş kimi deyirlər. Və bu, oradakı qocalar necə gedir? Bəziləri yarı zor gücü ilə, bəziləri də xoş gedirlər. Yəni, tam könüllü şəkildə gedən qoca tapmaq imkansızdır. Xan qocaların gətirildiyini görüb, hamısını zindana saldırır. Bu tərəfdən xan həmin kəndə getmək üçün təzdən atlı çağırır və 3 alma verib deyir. Görək, xan nə deyir? Deyir ki, bu almaların biri 1 illikdir, digəri 2 illikdir, digəri isə 3 illikdir. Və bu almalar tapılmasını istəyir. Hətta gün də verir. Bunların neçə illik olduğunu desinlər və onlara 3 gün vaxt verir. 3 almaya 3 gün vaxt verir. Əgər deyir tapa bilməsələr, onda gəlib kəndi talan eləyəcək. Əgər bu sirri tapan olsa, həmin adam yanıma mənim xoşladığım heyvanla gəlsin. Həm də elə adam olsun ki, boyu da məndən hündür olsun, ona aşağıdan yuxarı baxın. Deməli, xanın bir sualı var, 2 dənə təklifi var. Bir sualı bundan ibarətdir ki, mənim almalarımın sirrini tapın, mənim xoşladığım heyvanı deyin və həmin şəxsə məndən boyca hündür olsun. Deməli, bu Əhməd indi biraz əvvəl birazdan sonra oxuyacaq daha doğrusu. Orada qarşılaşacağımız bir məsələ var ki, Əhməd gedir orada kənddə bir ağıllı baş bilən kişinin yanına və kişi ona bəzi məsələləri deyir, bəzi məsələləri deyə bilmir. Deməli, xanın o 3 gün vaxt verilən alma məsələsini deyir ki, bəs bu almanı etmək üçün sən nədən istifadə edə bilərsən? Boyu məndən hündür olsunu da deyir ki, bəs dəvənin üstünə çıxsan boyca səndən hündür olacaq. Amma bir məsələ, mənim xoşladığım heyvan məsələsini həmin o yaşlı qoca tapa bilmir. İkincisi, bir sualı, bir şərti tapır, digər şərti isə tapa bilmir. Deyir ki, gedib onu özün həll eləməlisən. İndi biraz sonra oxuyacağım və həmin hissə ilə də qarşılaşacağıq.
Deyir ki, Çapar atlanıb xanın tapşırdığını xəbər vermək üçün həmin kəndə gəlir. Cəmaatı bazar meydanına yığır və əhvalatı onlara danışır. Çapar almaları verib geri qayıdır. Kəndin cəmaatı nə qədər fikirləşdi, almaların sirrini tapa bilmədi. Bu da bizim əsərin problemli hissəsidir, düyün hissəsidir. Bu kənddə qoca bir qadının Əhməd adlı balaca nəvəsi var idi. O çox ağıllı və qoçaq uşaq idi. Əhməd adından yola çıxaq. Azərbaycan ədəbiyyatında Əhməd adını biz çox görürük. Hətta bir filmimiz də var. Deyir, bütün Əhmədləri yığmışsınız bura. İndi gəlin bütün Əhmədləri yığaq bura. Biz hansı Əhmədlərlə tanış oluruq? Birincisi, El ağıllı uşaqdakı Əhməd. İkincisi, Dərzi şagirdi Əhməd. Üçüncüsü, Dastani Əhməd Həramidəki Əhməd. Dördüncüsü, Dəli Kür əsərindəki Rus Əhmədi də nəzər götürə bilərik. Yəni, Əhmədlər ədəbiyyatımızda məhz burada biz qarşılaşırıq və hər Əhmədin özünün xarakteri xüsusiyyəti var. Misal üçün, Dərzi şagirdi Əhmədlə ağıllı uşaqdakı Əhməd demək olar ki, xaraktercə eynidirlər. Çox ağıllı, biliklidirlər. Rus Əhməd xaricdən gəlsə də ölkəyə, həmin kəndin içərisində, o da maarifpərvər bir ziyalı idi. Amma Dastan Əhməd Həramidəki Əhməd bir harami idi, yəni haram yeyən bir şəxs idi, qaçaqçı idi və bu formada yadınızda saxlaya bilərsiniz ki, Əhmədlərin hamısı düzgün adam deyil. Əhməd adlı balaca bir nəvəsi də var idi. O Əhməd ağıllı və qoçaq uşaq idi. Həmin gecə Əhməd səhərə kimi yata bilmədi. Çox fikirləşdi, suallara cavab tapa bilmədi. Axırda yadına düşdü ki, bu işdə böyüklərdən məsləhət almaq lazımdır. Bu özünün yadına düşür. Nənəsindən xəbər aldı ki, kəndimizdə heç qoca ağıllı kişilərdən varmı? Qarı nənə deyir ki, bala, kəndin kənarında bircə nəfər var, ona yaşı 100-ü keçibdir, ötübdür. Şikəst olduğu üçün xanın adamları gəlib onu aparmadılar. Deməli, bu uşaq düşünür ki, mən necə kəndi xilas edə bilərəm? Tapa bilmir. Deyir ki, ən yaxşısı gedim böyüklərdən məsləhət alım. Bu da kim olur? Nənəsi olur. Və qarı da ona ağıllı bir məsləhət verir ki, bəs orada bir yaşı 100-ü keçmiş bir qoca var. Onu aparmayıblar. Onu da aparmaması səbəbi şikəst olduğu üçündür. Əhməd səhər tezdən durur, həmin qocanın yanına gedir. Gördü ki, bir nurani qocadır. Saçı saqqalı ağappaq qar kimi, gözləri tutulub, qıçları şikəst olub. Yerindən tərpənə də bilmir. Əhməd ədəb-ərkanla qocaya salam verir, onun yanına məsləhətə gəldiyini söyləyir. Qoca deyir, oğlum, məndən nə məsləhət istəyirsən? Əhməd xanın şərtlərini qocaya söyləyib ondan kömək istəyir. Qoca əlini alnına qoyur, bir qədər fikirləşir. Sonra sualların cavabını necə tapmağı Əhmədə öyrədir. Yəni, qoca Əhmədə sualların cavabının necə tapmalı olduğunu ona deyir. Axırda da deyir ki, bircə sirdə mən bilmirəm, gərək onu özün tapasan. Həmin o bircə sirdə yuxarıda qeyd olunubdur, xoşladığı heyvandır və bunu qocanın özü tərəfindən də deyilir. O da ki, xanın hansı heyvanı xoşlamasıdır. Bunun üçün bircə çarə var. Gərək bir yolla xanın şəhərinə keçəsən, çox ehtiyatla, tədbirlə bu sirri öyrənəsən. Yəni, xanın hansı heyvanı xoşladığını bilməsə də, onun necə tapacağının məsləhətini də məhz bu qoca verir ki, get bir yolla şəhərə keç və oradan öyrən ki, bu xan nəyi sevir. Ancaq hansı yol olduğunu demir. Bu hansı yolun necə olduğunu bilmək Əhmədin öz boynuna qalır və Əhməd özü yol tapır ki, mən bu şəhərə necə keçə bilərəm. Və Əhməd qocadan çox razı qalır. Evdən çıxıb getmək istəyəndə həyətdə bir qoca arvadın ocaq qalamaq üçün çöl-çöp yığdığını görür. Bu qocanın bacısı idi. Diqqət yetirin, yoldaşı yazırlar testlərdə, yaxud da ki, başqa formada sizi çaşdırmağa çalışırlar. Hal-hazırki 2026-cı il birinci qəbul sualına nəzər salsanız, suallar elə də çətin deyil idi. Sadəcə oradakı adların, obrazların adını dəyişdirib sizə təqdim edirlər. Sizdə də hadisə yadda qalır, amma obraz yadda qalmadığı üçün problemlə qarşılaşdıq. Bax, burada da unutmayın, bu qocanın bacısıdır. Qocanın bacısından başqa heç kəsi yox idi. Əhməd deyir, ay qarı nənə, bu çöl-çöpü neyniyirsən? Qoca da deyir ki, odunumuz qurtarıb, meşəyə gedənimiz yoxdur, odur ki, çöl-çöp yığıram. Əhməd də neyniyir? Gedir bir dənə çatı istəyir, gedir özü yığır, gətir həyətə tökür və çıxıb gedir. Yəni, qoca ilə işi burada yekunlaşır. Gəlirik növbəti etaba. Əhməd gedə-gedə ürəyinə fikirləşirdi ki, görsün nə yolla xanın sirrini öyrənsin. Elə ki, şəhərin kənarına çatdı, gördü hər 100 adamdan bir, əli qılınclı gözətçilər dayanıb. Onların yanından keçmək qeyri-mümkündür. Amma bir qədər kənarda xanın qoyun sürüsü göy çəmənlikdə otlar. Qoyunlar gah bu tərəfə, gah o tərəfə gedir. Əhməd bunu görüb kəndə qayıtdı. Və kənddəki çobanın yanına gedib əhvalatı ona danışdı. Burada bir dənə çobanla qarşılaşdıq. Əsərdə 2 dənə çoban var, unutmayın. Bu çoban kəndin öz çobanıdır, digər isə şəhərin çobanıdır. Və xahiş edir ki, qoyunun birini kəssin, dərisini bütöv çıxarıb versin ona. Bu situasiyanın eynisini, yəni
qoyunun dərisini kəsib yeyilmə məsələsini biz Dəli Qorqud dastanında da görürük. Dəli Qorqud dastanında Basat Təpəgözündən canını qurtarmaq üçün eynən belə bir halla qarşılaşır. Çoban da neynir indi hal-hazırda? 5 dəqiqənin içində bir yekə qoçu kəsib, dərisini bütöv çıxardır. Əhməd dərini bir dəsmala büküb düz gəlir xanın sürüsü otlayan yerə. Bir ağacın altında qoyunu dərisini içinə girib başlayır iməkləyə keçir o tərəfə və uzaqdan gəlir görür ki, bir dənə keçi var və göy üstünə uzanıb çoban bayatçısı çalır. Keçinin buynuzları üst başı par-par parıldayır. Bir qədər yanına gedib gördü ki, keçinin buynuzları qızıla tutulubdur. Boynu qızıldan zınqırov taxıblar. Üstünə tirmədən şal salır. Yəni bu keçini əməlli başlı qəşəng bəzəyiblər. Daha nə başınız ağrıdım? Keçini elə bəzəyiblər ki, adam baxanda məəttəl qalır. Əhməd başladı keçiyə baxmağa. Çoban onu görüb dedi. Çoban dedi. Əhməd çobana yaxınlaşmır. Diqqətli olun. Çoban dedi ki, ay bala, nə çox baxırsan. Ay çoban qardaş, mən belə keçi görməmişəm. Ona görə belə baxıram. Çoban təəccüblənir və təbii ki, məntiqən soruşmalıdır ki, sən bu şəhərin onda adamı deyilsən. Bu keçini görməyən adam yoxdur. Əhməd gördü ki, çoban onu tanısa, işlər alınmayacaq. Odur ki, yalanı əl atır. Hal-hazırda bax bu cümlədə biz onun yalanını görürük. Mən heç yerdən gəlməmişəm. Elə bu şəhərdə oluram, amma nənəm məni bu vaxta kimi evdən heç yerə buraxmayıb. Odur ki, həmin keçini də görməmişəm. Çoban deyir, balam, onda bil və agah ol ki, bu bizim xanın keçisidir. O uşaqlıqdan keçini çox xoşlayırmış. Həmin keçi xanın əmri ilə bəzəyiblər. Yəni, keçinin bəzənməsi əmrini xanın özü veribdir. Keçi xanın əmri ilə bəzədilmişdir. Əhməd bu xəbəri eşidəndə sevindiyindən bilmədi. Neynəsin, tez qayıtdı geri. Biraz çobandan aralanandan sonra qoyun dərisini dəsmaldan açıb girdi içinə. Özünü vurdu qoyunların arasına. Sürünə-sürünə keçib gəldi öz kəndlərinə. Gördü adamlar qalıblar əlləri qoynunda. Bilmirlər neyləsin. Axı vaxtı az qalmışdı, 3 gün vaxt vermişlər. Həmin gün xanın suallarına cavab verməsələr, kəndləri əldən çıxacaqdı. İndi düyünün açılmasına doğru gedirik. Əhməd irəli yeriyib dedi. Camaat, mənə bir hündür dəvə, bir də keçi verin. Gedəcəyim xanın şəhərinə. Onun suallarına cavab verib kəndimizi xətadan qurtaracağam. İndi Əhmədin bu sözünə necə reaksiya verirlər? Hamı gülüşür. Bala, yəqin sənin ölümün yetib. Bəs qorxmursan xanın qəzəbinə gələrsən? Mən xandan qorxmuram. Bala, xan səni görən kimi deyəcək ki, yəqin məni ələ salıblar. Bu kənddə bir adam tapmadılar ki, mənim yanıma uşaq-muşağı göndəriblər. Əhməd dedi, istədiyim heyvanları verin, dalsı ilə işiniz yoxdur. Camaat gördü ki, başqa əlac yoxdur. Bir hündür boyda dəvə tapıb Əhmədi mindirdilər üstünə. Bir keçini də boğazına kəndir bağlayıb ucunu verdilər Əhmədə. Yəni, Əhməd artıq şəhərə doğru gedir. Əhməd almalarını da götürüb başladı xanın şəhərinə tərəf getməyə. Xan adamları Əhmədi apardılar saraya. Xan Əhmədi görən kimi qəzəbləndi. Bu doğru fikirdir uşaqlar. Xan Əhmədi görən kimi qəzəbləndi. Hətta onu zindana saldırmaq da istəyir. Lakin bu fikrindən əl çəkir. Səbəb keçini görməsi idi. Keçini görəndə düşünür ki, suallarımın birini tapıblar. Axı 3 tapşırıq vermişdi. Boyca məndən hündür, sevdiyim heyvan, bir də almalı. Görək o birilərini necə cavab verəcəklər. Bala, mən demişdim ki, yanımda göndərdiyiniz adam məndən hündür olmalıdır. Mən gərək onunla danışanda aşağıdan yuxarı baxın. Bu onun 3-cü təklifi idi əslində. Bəs buna niyə əməl eləmədiniz? Əhməd deyir, xan sağ olsun. Məgər görmürsünüz ki, mən dəvənin üstünə sizdən çox hündürdəyəm. Özü də aşağıdan yuxarıya mənə baxıb danışırsınız. Elə siz deyən dedi də. Yəni deyir ki, biz bu şərtə də əməl eləmişik. Axı sən dəvədən düşsən mənim dizimdən də aşağı dayanarsan. Mən niyə dəvədən düşürəm ki, səndən aşağı daha durum. Xan gördü ki, uşaq hazır cavabdır. Başını ağrıtmaq istəmir. Odur ki, deyir ki, bala, deyə almaların sirrini deyir, 3-cünü də görək, eləmirsən yoxsa yox. Əhməd də deyir ki, xan sağ olsun. Sizin şərtiniz olan kimi mənim də şərtim var. Aha. Əhməd 2 dənə sirri deyib bitirəndən sonra 3-cü sirdə deyir ki, sizin şərtiniz var idi, indi də mənim də bir şərtim var. Əmr eləyin, camaat yığılsın şəhər meydanına. Orada almaların sirrini açıb deyərəm. Xan nə qədər elədi ki, buradadır, oğlan razı olmadı. Sən də ki, belə təsdiq eləyirsən, almaların sirrini düz deyə bilməsən, boynunu vurduracam. Deməli, xan nə üçün Əhmədin boynunu vurdurmaq istəyir? Təsdiq elədiyi üçün. Təsdiq də nə idi? Şəhər meydanında cavablarını demək istəyirdi. Əhməd də razılaşır. Bəli, xan əmr elədi, şəhər meydanına taq qırıldı, camaat ora hamısı yığışdı. Xan da bir dəstə adamla meydana getdi.
Əhməd irəli yeriyib dedi: "Xan sağ olsun. Mən sualların cavabını düz tapsam, bizim kəndimizə toxunmamalısan. Bir də zindana saldığın qocaları azad etməlisən. Tapa bilməsəm, nə istəyirsən elə." Xan söz verdi ki, şərtlərlə razıdır. Şərtləri nə oldu? Şəhər meydançasında hadisələr olmalıdır. 1. Tapsa, kəndə toxunmamalıdır. 2. Zindana saldığı qocalar da azad edilməlidir. 3. Xan söz verir və şərtlərlə razılaşır. Əhməd bir qab su istəyir. O saat gətirirlər. O almaların üçünə suya salır. Almaların biri çökür suyun dibinə. Digəri ortada, digəri də suyun üstündə qalır. Əhməd deyir: "Bu ilki təzə alma olduğu üçün canı şirəlidir, ağırdır. Odur ki, çöktü qabın dibinə." Bu oldu birinci. İkinci alma keçən ilkidir. Bir qədər suyunu çəkib quruyub deyə suyun ortasında qalıbdır. Üçüncü alma isə 3 il bundan əvvəlki. O tamam suyu çəkib yüngülləşib, ona görə suyun üzündə dayanır. Diqqət yetirin, bunların yerini də dəyişdirə bilərlər. Birinci alma suyun üzərindədir deyə bilərlər. Bu elə deyil. Yəni birinci alma təzədir, üstünün şirəsi var deyə ağırdır və ağır olduğu üçün çökməlidir aşağıya. Bu məsələdə də sıralamanı çalışın unutmayasınız. Xanın adamları gördülər, Əhməd düz dedi. Odur ki, qaldılar məəttəl. Xan fikrini dəyişmək istədi. Amma gördü ki, onda cəmaat arasında hörmətdən düşəcək. Əlacı kəsildi, qocalar zindandan azad elədi, kəndə toxunmayacağına da söz verdi və xan verilən şərtlərə əməl etdi. Halbuki əvvəl etmək istəməmişdi. Sonra nələr baş verir? Əhməd qocaları da götürüb öz kəndlərinə qayıdırlar. Kənd cəmaatı bu xəbəri eşidib nə etdilər? Əhmədin qabağına çıxarıb afərin deyib alqışladılar. Yəni başda kənd cəmaatı ona deyirdi ki, sən bacarmayacaqsan, sən etməyəcəksən. Edəndən sonra isə bir afərin dedilər. Həyatda da belədir uşaqlar. İstəyəcəksiniz ki, bir şey eləyəsiniz, kənardan müdaxilələr gələcək ki, yox sən bunu edə bilməzsən, səndə alınmaz. Amma eləyib bitirdikdən sonra əmin olun ki, hər kəs deyəcək ki, mən inanırdım ki, bu eləyəcəkdir. Bu uşaqda bu fərasət var idi. Bu nağıldakı kənd cəmaatı elə dəyişməyibdi. Müasir dövrdə də eyni xarakterdə insanlarla yaşayırıq. Balaca Əhməd öz ağlı, bacarığı, tədbiri ilə kəndi xilas elədi. Kəndi nə ilə xilas etdi? Ağlı ilə, bacarığı ilə və tədbiri ilə kəndi xilas elədi. Göydən 3 alma düşdü. Biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri də ki, Əhmədin. Əsər bundan bitir. Əsərin təhlilinə indi nəzər salaq. Əsərin təhlilində qeyd olunub ki, epik növdədir. Epik növün 7 janrını bilirik. Yerinə xatırlamağınız məsləhətdir. Nağıl janrındadır. Hadisələr təhkiyə üsulundan istifadə olunur. Təhkiyənin nə olduğunu keçən dərs demişdim. Hekayə məzmunundadır. Yəni hekayə sözündən yaranıbdır. Əsərdə vahid süjet xətti var, olması da lazımdır. Əsərin ideyası ağıl yaşda deyil, başdadır. Xan hiyləgər insan idi. Məqsədinə çatmaq üçün hər yola baş vurur, yalan danışır, günahsız qocaları həbs etdirir, haqsızlığa da yol verir. Əhməd necə insan idi? Əhməd ağıllı idi, tədbirli idi, yardımsevər idi, bir obraz idi. Şahın verdiyi sualın birinin cavabını qocadan öyrənir. Digərlərini özü öyrənir. Amma digərlərini özü öyrənir fikri ilə burada razı deyiləm. Çünki qoca deyir ki, mən sadəcə birini deyə bilməyəcəm. O da xanın sevdiyi heyvan idi. Əhmədin nənəsi qocadan məsləhət almağı məsləhət görmür. Əhməd özü düşünür. Bəli, biz onu da görürük. Əhməd özü görür və düşünür ki, mən bunu özüm etməliyəm. Nənəsindən sadəcə yerini öyrənir ki, bizim kənddə qoca bir adam varmı, müdrik. O da onu deyir. Əsərdə 3 başlıca obraz var. Əhməddir, ona məsləhət verən qocadır, bir də ki, padşahdır. Kənddəki bütün qocalar aparılmamışdı %100. Qocalardan biri şikəst olduğu üçün kənddə qalmışdı və bu yüzü keçən bir qoca idi. Əhməd az yaşlı olsa da məsuliyyəti öz üzərinə götürür. Qocaları həmçinin də kəndi azad eləyir. Əhmədin şaha qalib gəlməsində qocanın da rolu əvəzsizdir mütləq şəkildə. Əsərdə Əhmədin mənəvi keyfiyyətləri nümayiş olunur. Xan vəzirin yox, təbii ki də baş məsləhətçinin təklifi ilə kəndin qocalarını saraya gətizdirir. Amma bunun üçün artıq xanın özü bir tədbir qurmalı idi, iclas yaradır və həmin iclasda baş məsləhətçi deyir. Baş məsləhətçi durub durarkən belə bir söz demir. Xanın sualını və qocaları azad etmək yolunu kəndə baş məsləhətçi yox, xanın çaparı gətirir. Təbii ki də hadisələr çapar vasitəsilə olması lazımdır.
Əhməd qocanın məsləhəti ilə yox, öz ağlı ilə şəhərə girmək üçün qoyun dərisindən istifadə edir, düzdür. Qoyun dərisindən istifadə üçün ona kömək eləyən kəndlərindəki çoban olur. Xanın ən sevimli heyvanının keçi olduğunu Əhməd ilə çobanından öyrənir, xanın çobanından öyrənir. Bəli, bu da doğru fikirdir. Buradakı çatı sözü də var idi ki, bacısı gəlib bacısından çatı istəyir. Çatı da ip, kəndir deməkdir və bununla da bu ağıllı uşaq nağılını yekunlaşdırırıq. Dərzi şagirdi Əhməd nağılı var ki, kanalımızda ayrıca bir video halındadır. Ona da mütləq şəkildə keçid edib baxa bilərsiniz. İndi gəlir 2 dənə əfsanəyə. Cahargah əfsanəsinə. Cahargah əfsanəsi, əminəm ki, aranızda musiqi ilə məşğul olan, dostu, tanışı olan varsa, ya da özünüz də musiqi ilə marağınız varsa, Cahargah musiqisini yəqin ki, bilirsiniz. Bu musiqinin necə yaranmasının əfsanə şəklində bizə təqdim olunur. Biz bilirik ki, əfsanələr uydurulmuş formada olur və əfsanənin 4 fərqli növləri var idi. Zoonomik, toponomik, kosmonomik, etnomik məsələsi öz əksini tapmışdı. Biz məktəb təhsili içərisində Simruk quşu əfsanəsini Səməndər quşu daha doğrusu əfsanəsini görürük. Orada Səməndər quşu öz balasının uçduğunu görür və dimdiyi dəyərək alovlanır, yanır. Bu Cahargah əfsanəsində isə bu musiqinin necə yarandığını bizə göstərirlər. Bu hadisələr necə başlayır? Yenə qədim zamanlarda da olduğu kimi bir alim var. Bu alimi də xalq çox sevir. Çox sevməsinin də səbəbi onun əməlləridir, gördüyü işlərdir. Alim xalqın rəğbətini qazanan bir şəxsdir və bu alimin sorağı gəlib çıxır bu xanın özü də yaşadığı ölkənin, buna da diqqət yetirin, yaşadığı ölkənin hökmdarına çatır. Və hökmdar da nə edir? Onun sarayına cəlb etmək istəyir ki, yanında belə bir ağıllı, dərrakəli bir adam olsun və öz yanına qalmağı ona təklif edir. Hər şey qaydasındadır. Alim qərara gəlmək üçün möhlət istəyir və hökmdar alimə 3 gün vaxt verir ki, get düşün və gəl mənim sarayımda qal. Vaxt yetişəndə alim saraya gəlir və hökmdara deyir: "Böyük hökmdar, sizin saray üçün dərin, dərrakəli alim lazımdır. Mən isə onların səviyyəsində dayana bilmirəm." İndi deməli burada nə olur? Alim hökmdardan təklif alır. Hökmdar isə 3 gün vaxt verir ki, get düşün, gəl. 3 günün ardında alim gəlib deyir ki, mən onların səviyyəsində olan bir şəxs deyiləm, məndə bu dərrakə yoxdur, sizin saraya layiq deyiləm. Bunun eynisini biz Vaqif dramında da görürük uşaqlar. Vaqif dramının 1-ci pərdəsində Vidarigilin evinə 2 nəfər qonaq gəlir. Birincisi xanın adamlarıdır, Gəncə xanın adamları. İkincisi Vaqif idi. Vaqif toy məqsədi ilə gəlmişdi, toya çağırıldı. Amma birinci gələndə isə Gəncə xanlığından onu elçi gəlmişdilər ki, buradan çıxsınlar, gəlsin sarayda yaşasınlar. Və Vidadi həmin xanın adamlarını geri qaytarmışdı ki, mən onların səviyyəsində ola bilmərəm, mən saraya gəlmək istəmirəm, mən təbiətin qoynunda qalacağam. Vaqif amma saraydaydı. Vidadi amma saraya getmək istəmir. Eynisidir. Yəni bax, Cahargah əfsanəsində olan bu situasiyanı həmişə Vaqif əsəri ilə ağlınızda saxlayın. Bu sözləri deyib alim qayıdır, öz xeyirxah işlərlə yenidən xalqa kömək etmək istəyir. Əslində bura kimi heç bir problem yoxdur. Amma xan bu sözdən çox inciyir. Hətta hirslənir. Hirslənməsinə səbəb nədir? Alimin cavabı 1, dikbaşlığı 2, açıq sözü 3. Hökmdarın hirslənməsinə 3 hadisə baş verdi. Şah düşünür ki, mənim səxavətim, firavan saray həyatının qiymətləndirilməməsi nankorluqdur. Bunu şah düşünür. Onun cavabından sonra. Və hökmdar nə edir? Vəzirini yanına çağırır, ondan alimin hərəkətlərinə tədbirlə cavab verilməsini tələb edir. Vəzir də düşünür ki, nə etmək lazımdır? Alim demir, mən səviyyədə deyiləm, siz ağıllı deyiləm. Sonunda alimin əvvəlcə cahilliyini sübut edib xalqın gözündən salaq. Yəni bir xalqın gözündə heçdirsə, onda işi bitəcək. Və salmaq üçün nə etmək lazımdır? Onun cahilliyini sübut etmək lazımdır. Vəzirin niyyəti çətin suallarla alimi çıxılmaz vəziyyətə salıb xalqın gözünə kiçiltmək idi. Bu vəzirin niyyəti idi. Sualları hazırlamaq üçün vəzir 40 gün möhlət istəyir. İstəyən vəzirdir. 40 gün keçdikdən sonra suallar hazır olur. Hökmdar adamları meydana toplayır. Alimi çağırırlar, hər şey hazır olur. Alim təmkinlə hökmdarı dinləyir. Hökmdar da alimə deyir: "Sən öz əllaməlliyinlə, yalançı alimlik deməkdir uşaqlar, xalqı aldadırsan. Sən də heç alim deyilsən. Sənə vəzirim sualları hazırlayıb. Sən bu suallara cavab versən, alimliyini sübut etmiş olacaqsan."
Yəni 3 sualla onun alim olub olmadığını bilmək istəyirlər. Eynən sizin blok imtahanınızdakı kimi. Əminəm ki, hər biriniz əsərləri tam şəkildə bitirmisiniz, amma sizin suallarla sizin savadınızı yoxlayırlar ki, görək əsəri necə oxumusunuz. Yaxşı şəkildə oxumusunuz, yoxsa yox. İndi alim də cürətlə deyir. Buyurun suallarınızı verin. Hökmdar vəzirinə işarə edir. Vəzir də başlayır suallara. Bu onun ilk və son sualı olacaq. Deyir, Ulu dağın başından buraxılmış bir qoz Zümzümə bulağına qədər neçə dəfə fırlanır? Alim də gülə-gülə deyir ki, mən sualın cavabını verməyə hazıram. Siz isə Ulu dağdan Zümzümə bulağına qədər olan yolun nə qədər olduğunu, dağın nə qədər mayili olmasını, bir də qozun həcmini deyir. Yəni 3 dənə şərt istəyir alim onlardan. Birincisi, yolun nə qədər olduğunu, 2, dağın nə qədər mayili olduğunu, Ulu dağın mayilliyini soruşur. Bir də qozun həcmini istəyir. Cəmaət alimin cavabını alqışlayır. Hökmdar və vəziri alimlə bacarmayacaqlarını görüb məyus olurlar. Artıq sual verməkdən fikrindən vaz keçirlər. Biabır olmaq istəmirlər. Alim evə yollanır. Ancaq onu evə getməyə qoymurdular. Başqa ölkəyə gedən karvana qoşurlar. Onlar yaxşı bilirlər ki, hökmdar bu heyfdən alimdən 100% çıxacaq. Karvandakı hər dəvənin boynunda zınqırov vardı. Alim karvan başçısına bildirir ki, yəni şərti var. Əgər təklifini yerinə yetirsə, onlarla səfərə çıxmağa hazırdır. Yəni alim karvan başından bir şərt qoyur qarşısına. Karvan başçısı təklifini birinci soruşur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqırovların yerini dəyişməyə icazə versin. Yəni alim zınqırovu özü ilə gətirməyibdir. Onsuz da dəvələrin boynunda bir zınqırov var. Həmin zınqırovların yerinin dəyişilməsinə icazə istəyir. Karvan başçısı alimin təklifinə can başla razı olduğunu bildirir. Ancaq səbəbini də öyrənmək istəyir. Bəzi testə düşə bilər ki, karvan başçısı alimdən qeyri-şərtsiz səbəbini bilmək istəmədən şərtinə razılaşır. Xeyr, səbəbini bilmək istəyir və səbəbini də karvan başına deyir. Yəni alim zınqırovların nə üçün dəyişdirmə səbəbini karvan başına demişdi. O da deyir ki, ecazkar musiqi yaradacaq mən bu zınqırovlardan və ölümdən xilas edəcəm. Yəni musiqi insanı ölümdən xilas eləyə bilər. Biz də bunu hansı əsərdən eşitmişik? Seyid Əzim Şirvaninin Quşqıl adlı əsərindən. Afərin sənə, düz bilirsən. Bəli, alim zınqırovları dəvələrin boynundan elə asır ki, dəvə hər addım atanda sanki mizrab bir neçə telə dəyir. Zınqırovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır. Gecə öz yuvalarına çəkilən quşlar musiqinin səsindən vəcdə gəlib karvan üstü uçurlar. Musiqinin səsindən, onun dalğasından ağacların yarpaqları rəqs edir. Axşamdan bükülən güllər yerindən ləçəklənib açılır. Yəni bu musiqi təbiətə belə öz təsirini buraxmışdı. Sizcə kimdən xəbər verin? Bu hökmdardan. Hökmdar da gəldi saraya çatdı. Axı burada yazılmışdı. Biabır olmaq istəmirlər. İndi biz alimi gördük. İndi hökmdar tərəfə də baxaq ki, hökmdar tərəfdə vəziyyət necədir? Alimin onun hüzuruna gətirilməsini tələb edir. Nə qədər axtarırlar, amma tapa bilmirlər. Hökmdar bir bölük atlını karvanın dalınca göndərir. Atlar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Yenə eyni cümlələr Quşqıl şeirində də var ki, musiqini eşidən bihuş ola bilər. Dəvələrin yerişi ilə zınqırovlardan çıxan musiqi sədaları alimi aparmağa gələn atları karvana yaxınlaşmağa qoymur. Əsir aparmağa gələnlərin özləri alimin yaratdığına əsir olurlar. Yəni özgəyə quyu qazan, özü düşür. Birdən atlar elə bir yuxudan oyanıb görürlər ki, artıq başqa ölkənin ərazisindədirlər. Alimin geri qaytarılmasının artıq müşkül bir iş olduğunu görən dəstə əliboş geri qayıdır. İndi təhlillik. Yəni epik növdədir, əfsanə janrındadır, təhkir üsulundadır və vahid süjet xətti var. Burada bir problemimiz yoxdur. Əsərdə nədən söhbət gedir? Güc sahibinin, yəni hökmdarın ağıl sahibləri qarşısındakı, alimin qarşısındakı məğlubiyyətini biz gördük. Şahda olan şahlıq qüruru, yəni deyir ki, mən sizin saraya layiq deyiləm, alimin niyyətini başa düşməyə imkan vermir. Başa düşmür ki, öz sarayı yaxşı bir yer deyil, orada yaltaqlar yuvasıdır. Alim belə bir yerə gəlmək istəmirdi. Alim öz biliyini xalq, millət üçün sərf etməyi dəbdəbəli saray həyatından daha faydalı hesab edir. Bu da doğrudur. Bunun eynisini də biz Vidadi obrazında görmüşdük. Özgəyə quyu qazan, özü düşər atalar sözə sənin ideyasına səsləşir. Bu da doğru fikirdir. Biraz əvvəl dedik. Atlar gəlir, amma özü əsir düşür. Əfsanədə xalqın elm adamlarına olan
məhəbbəti də əks olunmuşdu. Yaşadığı yeri tərk etmək alimin fikri deyil, doğru fikirdir. Alim özü düşünmürdü, evə getmək istəyirdi. Alim karvanla getmək üçün onların qarşısına şərt qoyur və şərti də karvan başçısına izahını verir. Alimin ağlı xalqın ona məhəbbəti, musiqinin sehri, haqqın və ədalətin qələbə qazanmasına səbəb olur. Alimin ağlı, xalqın ona məhəbbəti, musiqinin sehri, haqqın və ədalətin qələbə qazanmasına səbəb olur. Deməli, haqqın və ədalətin qələbə qazanmasına səbəb olanlar nə imiş? Alimin ağlı imiş, xalqın məhəbbəti imiş, musiqinin də sehri imiş. 3 dənə cavab. Alimin əsri aparmağa gələnlərdən özlərini alimin əsri olur. Yəni dediyimiz kimi özgəyə quyu qazan özü düşər. Kərvandakı adamlar alimin arxasında gələnləri məğlub edir. Heç döyüş yoxdur. Təbii ki də yanlış fikirdir. Alim xalqın rəğbətini qazanmış, ecazkar musiqi yaradan, cəsarətli, sarayda yaşamaqdan imtina edən gözü tox bir obrazdır. Bunda şahidi oluruq. Hökmdar alimin əllaməlikdə günahlandırır. Yəni yalançı alim olmaqda. Bəli, günahlandırır. Elmə və alimə qiymət verməyə bacarmayan, məqsədinə nail ola bilməyən, alimin xalqın gözündən salmağa çalışan, vəzirdən alimin hərəkətlərini tədbirlə cavab verməsini tələb edən obrazdır. İndi Xan Sarayı əfsanəsinə baxaq. Şəki xanı bir gün ustanın yanına çağırır. Burada da ikinci əfsanə və sonuncu əfsanəmizdir biz. Şəki xanı olur, hadisələr Şəkidə baş verir. Şəkidə baş verən əsərlərlə bağlı elə bir əsər keçmirik. Xüsusi olaraq Şəkidə olsun. Amma Bəxtiyar Vahabzadə Şəki şəhərində anadan olubdur. Mirzə Fətəli Axundov Şəki şəhərində anadan olubdur. Bunları vurğulaya bilərəm sizə. Şəki xanı bir gün ustanın yanına çağırıb deyir: "Qocalmışam, istəyirəm adamı əbədiləşdirən bir saray tikdirəm." Bunun Zeynalabdin hekayəsində də var ki, tikmədim özüm qala, tikdim ki izim qala. Gərək dünyada ondan bərabər ikinci bir saray da tapılmasın. Mahir usta da deyir ki, əməyimin qiymətləndirilməsini tikərəm. Xan da dərhal razılığını bildirir ki, əgər saray ürəyimcə olsa, o qurub yaradan əlləri qızıla tutaram. Qoca usta qoca xana etiraz edir. Qızıl qiymət ölçüsü deyil, xan. Mən istəyirəm ki, siz sənətə, sənətkara qiymət verəsiniz. Yəni deyir ki, mənim əlimi qızıla tutmağa ehtiyac yoxdur. Siz mənim gördüyüm sənətə qiymət versəniz kifayətdir. Xan ustaya söz verir. Usta şərtlərini başına toplayıb başlayır işə. Vaxt tamam olanda hamı gəlib saraya baxır. Xan görür ki, usta doğrudan da möcüzə yaradıb. 2 mərtəbəli binada əminəm ki, Şəki xan sarayına getmisiniz. Getməmişsinizsə də girib internetdən baxa bilərsiniz. 2 mərtəbəli bir binadır. Bir dənə də olsun həqiqətən mismar işlənməyibdir. Əlvan rənglər, heyrət doğuran şəbəkələr. Şəbəkə də bu rəsmlərdə olan məsələlərdən söhbət edir. İnternet şəbəkəsi deyil. Divarlarda məhəbbət və qəhrəmanlıq dastanlarından götürülmüş süjetli şəkillər. Günəş işığına bərq vuran şüşə günbəzlər əsl sənət incisi idi. Sarayın gözəlliyini olduqca məmnun qalır. Bax, xan sarayın gözəlliyindən məmnun qalır və ustadan soruşur: "Əhsən əllərini ustad. De görüm, bundan da yaxşı bir şey tikə bilərsənmi?" Və usta da təbii ki deyir ki, tikərəm. Xan marağını gizlədə bilmir. Deyir, bəs niyə mənim sarayımı bundan yaxşı tikməmisən? Hansı cəsarətlə bütün bacarığını və məharətini əsirgəmisən? Qoca usta qəzəbli xanın qarşısında susmur. Xan sağ olsun. İnsanın, sənətkarın əməyini qiymətləndirəndə yaradan əllər qara daşdan sədəf düzəldir. Yəni demək istəyir ki, mən hər zaman daha yaxşısını yarada bilərəm. Yəni insan dünənkindən hər gün daha yaxşı olmağa çalışır. Bunu deməyə çalışır. Yəni mən bunu yaratmışamsa, daha da biliyimi artırıb daha yaxşısını da yarada bilərəm. Amma xan bunu başa düşmür, qəzəblənir. Bəs sənə verdiyim bir ətək qızıl və o da deyir ki, siz mənə əmək haqqı vermisiniz. Amma sənətimə qiymət verməmisiniz. Xan yenə də əsəbləşir. Sən deyir, nankorsan, qədir bilməzsən. İndi sənin o yaradan əllərinin başına bir oynatsın ki, bütün ustalara, sənətkarlara dərs olsun. Xanın əmri ilə qoca ustanın yaradan əllərini bir ölkənin yaraşığına mindirən əlləri kəsirlər. Sən zalımsan, zülümkarsan. Deməli, nə olur? Xan ona nankor, qədir bilməz, amma o xana zalım və zülümkar adlandırır. Ancaq beləsi yaradanı kəsə bilər. Onu bil ki, onu yaratdıqları intiqam səndə qoymayacaq. Onların arasında rahat nəfəs ala bilməyəcəksən. Keyf işlət məclislər qura bilməyəcəksən. O binalar çünki sənin deyil, mənimdir. Onları səni qəbir kimi sıxacaq. Xan ustaya istehza ilə gülür. Yaradan əlləri kəsdirmişəm, onlar bir də qrup yaratmayacaq. Qoca da gülür, amma bu səfər o da istehza ilə deyir ki, sənə elə gəlir ki, mənim əllərimi kəsmirsən. Amma buna sənin gücün çatmaz. İndi mənim əllərim şagirdlərimdədir. Məndən sonra onlar qrup yaradacaqlar. Gərək əvvəlcə dilini kəsəydim, sonra əllərini.
Deyir, amma eləmir, dilini kəsmir. Gec olsa səhvini düzəldərəm. Xan böyük tarixi abidələr yaradan bir sənətkarı öldürtdürür və bununla da usta ölür əsərin sonunda. Təbii ki də bu bir əfsanədir. Şəki Xan sarayı belə mi yaradılıb, belə mi olub bilinmir. Vahid süjet xətti var, təhkiyə əsasındadır. Düzdür, süjet xətti mütləq şəkildə olmalıdır. Xanın zalım zülükar olduğunu usta tərəfindən deyilir. Usta işində həqiqətən də mahirdir, həqiqəti söyləməkdən çəkinmir, özündən sonra da iz qoyan bir obrazdır. Özündən sonra iz qoyan bir obraz məsələsini də biz Talbar hekayəsində də görürük. Orada da kişi, usta özündən sonra bir iz qoymuşdu. Xan sənətin gücünün pulu ilə ölçülmədiyini başa düşə bilmir. Onun meyarı qızıldır, amma qızıl usta üçün məqsəd deyildi. Xan ustaya qızıl verməkdə onun əməyinin qiymətləndirdiyini həqiqətən də düşünür ki, mən sənə bir ətək pul vermişəm deyir. Xan ustanın əllərini kəsdirdiyi üçün peşman olur. Çünki gərək əvvəlcə dilini kəsəydim, sonra əllərini deyə peşmanlığını bildi. Yəni bu xoş bir peşmançılıq deyil idi. Usta xanın qabağında susmur, sözünü deməkdən də çəkinmir. Usta xanın vəd etdiyi qızları vermədiyi üçün narazı qalır, fikri yanlışdır. Çünki ustanın beynində heç vaxt qızıl olmayıbdı. Qoca usta şərtlərinin onun peşəsini layiqincə davam etdirəcəyinə inanırdı. Usta əməyinin qiymətləndiriləcəyinə inandığı üçün sarayı tikir. Ustanın etirazı onun əllərinin kəsdirilməsinə səbəb olur. Bununla da uşaqlar biz bir nağıl, iki əfsanə oxuduq. Dediyim kimi dərzi şagirdi Əhməd nağılını təəssüf ki bu PDF-də tapa bilmədiyim üçün xüsusi olaraq səsləndirmədim, amma ayrıca PDF formasında bizim YouTube kanalımızda var. Keçid edib həmin videonu da mütləq şəkildə izləyin ki, sistem itməsin, ardıcıl şəkildə bunları da öyrənin. Növbəti dərslərdə görüşmək ümidi ilə. Əgər video sizə faydalı olursa videonu bəyənin, şərh yazın ki, növbəti dərslərdə görüşə bilərik. Sağ olun.